Buyur. Məndə burada köhnə əskinazlar var. Yaxşı. Babamın iş masasından tapmışam. Başqa qədim nə var idi içində? Köhnə qəzetlər də var idi, amma məncə elə də dəyərli deyillər. Aralarında 4 iyul müstəqillik gününün qəzeti yox idi ki. Olsaydı əla olardı. Dəqiq yox idi. Bugün Rikin dükanına antik pullarımı satmağa gəlmişəm. Onlar barədə elə də çox məlumatlı deyiləm. Amma dəyərli olduqlarını ümid edirəm. Bunlar haqqında nə bilirsən? Bu New York ştatında buraxılıb. Arxa hissəsində 10 müqəddəs hökm həkk olunub. Bu isə 6 şilinqdir. Filadelfiyadandır. 1777-ci ildə çapdan çıxıb. Bu isə məncə aralarında ən qiymətlisidir. Çünki yazılıb ki, bu Franklin tərəfindən çap olunub. Mənim fikrimcə söhbət Benjamin Franklindən gedir. Benjamin Franklin elə naşir olub. Öz zamanının Rupert Murdoch idi. Səhv eləmirəmsə 60-a yaxın qəzet buraxırdı. Ola bilər rəqəmi səhv deyirəm, amma sayları çox idi. Benjamin Franklin fitri istedad olub. Alim, dövlət qulluqçusu, ixtiraçı, musiqiçi, amma eyni zamanda da naşir idi. Əsas da Pensilvaniya qəzetinin naşiri və baş redaktoru idi. Həmin qəzet o vaxt Amerikanın ən populyar qəzeti sayılırdı. Benjamin Franklin İlk əvvəl siyasətə siyasətçi olmaq üçün yox, məhz çapla bağlı dövlət kontraktlarını əldə etmək üçün gəlmişdi. O dövrün siyasi etikası bugünkündən bir qədər fərqli idi. Adamlar mətbuatın maliyyələşməsi ilə bağlı müqavilələri udmaq üçün siyasətə girişirdilər. Bu inqilab və müharibə dövrünün əskinazıdır. Bizdə şeydən baş açmıram ki, burada dollar yazılıb, amma burasında şilling. Çoxlarına qəribə gəlsə də, həmin vaxt biz heç ölkə də deyildik. İlk əvvəl ABŞ az qala tam müstəqil olan 13 ölkədən ibarət ittifaq olacaqdı. Bax, misal üçün Avropa İttifaqında necədir elə. Məhz buna görə biz Birləşmiş Ştatlar adlanırıq. Çünki dünyanın qalan hər yerində ştat elə dövlət sayılır. Bunları girov qoyursan ya satırsan, satıram. Bu ikisi barədə az çox məlumatım var, amma vəziyyətlər ürəkaçan deyil. Xüsusi bir dəyərləri də yoxdur. Hər birinin 100 dollar dəyəri var. Buna gəldikdə bilgim azdır. Bu əskinazın təxminən 250 yaşı var. Mənim gördüyüm ən qədim pul əskinazlarındandır. Üstəlik Franklin tərəfindən çap olunub. Dəyəri nədir bilmirəm. Ona görə qiyməti danışmazdan əvvəl istəyirəm İnqilab dövrünün pulları üzrə ekspert çağırım. Oldu, yaxşı olardı. Ümidvaram ekspert onu almağımı məsləhət görəcək. Çünki dükanımda bu vaxta qədər Benjamin Franklinə aid heç nə olmayıb. Onu sevə-sevə alardım. Salam Rick. Nə var, nə yox? Bu əskinazlara görə çağırmışdın. Hə, bunlardır. Mən erkən Amerika dövlətçiliyi, o cümlədən pulları üzrə tarixçi ekspertəm. Tarixin o dövrünü ən çox ona görə sevirəm ki, həmin illərdə dövlətimizin təməli qoyulub. Biz müasir dünyada öz iqtisadiyyatını kağız pullar üzərində qurmuş ilk dövlət olmuşuq. Bu 1776-dır, bu 1777. Kontinental əskinazlardır. Bunlardan başım çıxır. Buna gəldikdə isə 1764-cü ilin əskinazıdır. Benjamin Franklin tərəfindən çap olunub. Bunun barədə məlumatım yox səviyyəsindədir. Franklin nə vaxtdan çap işinə girişib? Belə deyək, 1729-cu ildə ilk qəzet şirkətini alıb və bir müddət sonra məşhur kasıb Richardın almanaxını buraxdırmağa başlayıb. Onun pul əskinazları buraxmağından böyük əksəriyyət bir xəbərdir. Burada belə bir şüar da var, saxtalaşdırmaq ölmə bərabərdir. Müstəmləkəçilik illərində pulların saxtalaşdırılmağı böyük problem idi. Franklin bir ixtiraçı kimi də Amerikanın pul sistemində saxtalaşdırmaya qarşı mübarizəyə öz töhfəsini verib. O təbiətə əsaslanan çap sistemini icad edib. O elə bir çap maşını hazırlamışdı ki, ağacın bir yarpağını götürüb, onu mərkəzə yerləşdirib, mürəkkəblə qarışmış vəziyyətdə vərəqin üzərinə sıxırdılar. Beləcə kağız üzərində yarpağın təbii konturları həkk olunurdu. Bu saxtalaşdırmaya qarşı avangard bir texnologiya sayılırdı. Onun bu texnologiyasının uğur qazanması həm də təbiətdəki yarpağın unikal cizgilərə malik olmasından irəli gəlirdi. Onu heç bir saxta pul düzəldən dəqiq çəkə bilmirdi. Bu 100% həqiqidir. Düzdür, dövriyyədə olmuş vəziyyətdədir, amma Benjamin Franklin tərəfindən çap olunması kolleksiyaçılar arasında ona olan tələbatı artırır. Məsələ buna görə o vaxtın adi əskinazlarından əhəmiyyətli dərəcədə daha qiymətlidir. Gəl ki, onu daha nadir və qiymətli edən bilirsiniz nədir? Bu əskinazın bir müstəsna xüsusiyyəti var. Bunun o biri üzündə açıq qırmızı rəngdə imza var. Bu George Clymer'in imzasıdır.
Clymer Amerika tarixinin ən mötəbər şəxsiyyətlərindən olub. O həm ABŞ-ın İstiqlal Bəyannaməsini, həm də Konstitusiyasını imzalamış 5 nəfərdən biri idi. 1764-cü ildəki buraxılış George Clymerin imzasını daşıyan yeganə buraxılışdır. Pensilvaniya əskinasında belə imzaya rast gəlmək çox nadirdir. George Clymer əslində Böyük Britaniyadan tam müstəqilliyə dəstək çıxmış ilk şəxs olub. Ona görə o Amerika tarixinin son dərəcə görkəmli şəxsiyyətlərindən sayılır. Dəyəri nədir onda? Bu əskinaz normalda $400-500 civarında olur. Adi Benjamin Franklin buraxılışını nəzərdə tuturam. Amma üzərində George Clymerin imzasının olduğu variant $1500-2000 dəyərindədir. Kolleksiyaçıların böyük dəyər verdiyi əskinazdır. Böyük hərraca çıxarsaz biraz da baha. Gəldiyin üçün çox sağ ol Deyna. Minnətdaram. Əvvəl elə bilirdim Franklinin imzasının olması qiymət məsələsində əsas meyar olacaq. Sən demə əslində onu daha dəyərli edən məhz Clymerin imzası imiş. Düzü bunu gözləmirdim. Nə qədər istəyirsən bunlara? Bunları dedin hərəsi $100-dır. Buna isə 1500-dədir. Üçünü elə 1500-də ver götür. Bax bu ikisinə hərəsinə $50 verə bilərəm. Onları almasam bir şey itirmərəm. İstədiyim bax budur. Buna mən verə bilərsən? 700 necə? Üçünü 900-ə sataram. Doğrudan almaq istəyirəm, amma 700 verə bilərəm. Bəlkə alver edək. Olar. 500 nağd verim, dükanından da $300 mal götür. 500 nağd, 300'lük də mal. 300 də nağd, 500 nağd. Olsun, 500 nağd, 500'lük də mal. Gedək rəsmiləşdirək. Danışdıq. Bu sövdələşmənin baş tutduğuna çox sevindim. Ona dükanımda elə bir qiymət qoyacağam, heç kim yaxın durmasın. Çünki heç satmaq istəmirəm.